Qısa, amma çox dolğun bir zikr vardı. Həsbiyallahu və ni'məl vəkil. Allah mənə yetər, o nə gözəl vəkildir. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bu sözü İbrahim Peyğəmbərin aleyhisselamın dediyini bizlərə xəbər vermişdi. Belə ki, İbrahim aleyhisselam oda atılarkən dediyi son kəlmə belə olmuşdu. Həsbiyallahu və ni'məl vəkil. İbrahim aleyhisselam Allaha güvəndi. Ona təvəkkül elədi. Allahın ona kifayət etdiyini ən çətin anda dili ilə, qəlbi ilə, əməli ilə göstərdi. Allah da onu oddan xilas elədi. Həqiqətən də insanın diri-diri oda atılması ən çətin, çıxılmaz bir vəziyyətdir. Bəli, belə bir halda deyilmişdi bu zikir. Ümumiyyətlə bu ifadə, bu zikir Quranda və sünnədə keçməkdədir. İnsanlar da adətən qorxu anında, təhdid olunduqda, acizlik anında, çətinlik və çıxılmaz vəziyyətlərində, sonra ədalətsizliklə üzləşəndə, ümumiyyətlə insanın gücünün çatmadığı bir vaxtlarda bu zikri çox eləyirlər. Bu zikri şəxsən mən özüm daha çox videolarda, Fələstinli müsəlmanların dilindən eşitmişəm. O çətin, dözülməz anlarda onlar imanlarını açıq şəkildə bəyan edirdilər. Təvəkkülün zirvəsini fəth edirdilər. Bunlardan da ibrət alaraq bizlər bu ifadəni gərək öyrənək, daim söyləyək. Belə baxanda iki kəlmədən ibarət bir zikirdir. Həsbiyallahu. Allah mənə yetər, Allah mənə kifayətdir. Yəni hər halımda qəlbimi yalnız Allaha bağlayıram, ona təvəkkül edirəm. Və ni'məl vəkil, o nə gözəl vəkildir. Yəni işimi ona tapşırıram. Çünki o ən ədalətli, ən hikmətli və ən mərhəmətli vəkildir. Allah bizi həqiqi təvəkkül edən qullarından etsin. Amin.